Bugün dueldə iki yemimiz var. Bunlardan biri hər kəsin tanıdığı premium segment olan Royal Canin və premium segment olan Reflex Plus'dur. Reflex Türkiyə istehsalıdır, Royal Canin isə Fransa istehsalı olan yemlərdir. Hər ikisi yüksək keyfiyyətdədir. Yəni onları müqayisə edək və görək hansı bizim büdcəmizə, həmçinin də heyvanımızın səhhətinə daha uyğundur, daha münasibdir. Başlayaq müqayisemizə. Reflex Maxi Junior, Royal Canin Gigant Junior. Görürsünüz, faizlər buradadır. Mən sizə izah edəcəm bunu. Reflex protein dəyəri 28%, Royal Canin protein dəyəri 31%, yağ dəyəri 14% Reflexdə, 16% Royal Canin'də. ATH dəyəri 8% Reflex, 7.5% Royal Canin. Xam lif 2.5% Reflexdədir. Royal Canin'də isə görürsünüz 13% xam lif var. Kalsiyum 1.5% Reflexdə, 1.2% isə Royal Canin'dədir. Fosfor 1% Reflexdədir, 0.95% Royal Canin'dədir. A vitamini, D vitamini hər ikisində. Deməli, A vitamini 18 Reflexdədir, 15 Royal Canin'dədir, daha doğrusu 15.5. D vitamini 1.5 Reflexdədir, Royal Canin'də isə 1 göstəricisidir. Xatırladım ki, A və D vitaminləri 1 kiloqram üçün nəzərdə tutulan yemdə olan vitamin göstəricisidir. Yəni bu rəqəmlər onu göstərir. Gələk ümumi çəkidə 18 kilo Reflex sizə yemək təqdim eləyir, 15 kilo Royal Canin təqdim eləyir. Reflex 18 kiloqram yemi sizə təqdim eləyir, 130 manat civarı. Royal Canin 15 kiloqram yemi bizə təqdim eləyir, deməli 200 manat civarı. Əsas dəyərlərdə protein və yağ dəyərlərində cüzi fərqlərlə Royal Canin öndədir. Digər xamlif, kalsiyum, fosfor, A vitamini, D vitamini, həmçinin çəki və qiymət cəhətdə isə Royal Canin öndədir. Belə deyək, haradasa aralarında 70-80 manat fərq var, amma faiz göstəricisi ilə demək olar ki, eyni olan yemlərdilər. Faiz göstəriciləri sadəcə yağ və proteində və ATH dəyərlərində çox cüzi faizlərlə oynama var. Bəs hansını alıb verməyimiz məsləhətdir? Burada artıq sizin öz seçiminizdir. 18 kiloya 130 manat civarı ödəmək və 15 kiloya 200 manat civarı ödəmək xırda faizlərə görə artıq sizin öz seçiminizdir və bu faizləri bəs necə bərpa eləmək olar? Bunlar böyük rol mu daşıyır? Deyərdim ki, elə bir ciddi rol daşımır. Əgər o ciddi rolun daşımağını düşünürsünüzsə, siz belə deyək də daha qənaətçil yem verib üzərində isə bəzən ət də verə bilərsiniz ki, onların protein dəyərini bərpa eləsin, amma yenə deyirəm, bu faizlər elə də böyüdüləcək və ciddiyə alınacaq faizlər deyil, haradasa 2-3%, amma digər komponentlərdə isə artıq onlar bərabərləşir.